Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, çox yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Həftəlik açılımla qarşınızdayım. Fərqindəyəm ki, keçən həftə paylaşa bilmədim bəzi səbəblərə görə, amma bu həftə inşallah ki, paylaşacağam. Deməli, 30 iyun və 7 iyul tarixlərində bizi nə gözləyir, nə yenilik olacaq? Videom sırf izləyicilərimə aiddir, kənar şəxslər izləməsin və videomun altında başqa rəqəmlər yazmayın, xahiş edirəm. Onsuz da gördüyüm anda silirəm yorumunuzu. Belə, kartlarımızı qarışdıraq və baxaq. Görək. Üzümüzə gələn bir həftəlik bir müddətdə bizi nə gözləyir? Birinci, ikinci və üçüncü dəstə. Hansı dəstə ilə daha çox uyumlanırsınızsa, onu da seçin. Üzərinə də bir şey qoyacağım. Əslində mən sevmirəm üzərinə bir şey qoymağı, amma siz istəyirsiniz deyə qoyuram, məcbur. Hansı dəstə daha çox özünə çəkirsə, onu da seçin. Mən kartları qoyanda siz zaten hiss eləməlisiniz bunu. Kimin üçün vaxt azdırsa videonu saxlaya bilərsiniz. Başlayırıq birinci variantı seçənlərlə. Görək, üzümüzə gələn həftə nə olacaq? Nə yenilik görünür sizdə? Biraz çox açacağım kartları. Keçən dəfəkinin üzrü olaraq. Biraz istəyirəm, biraz geniş yorumlayaq. Üzürlü sayım. Bəzilərimizin bilinçaltı qorxular var. Bu nədən irəli gəlir? Özdə ailə daxili bir şeydir. Ailə ilə bağlı qorxularınız var. Bəzilərimizin ailəsində xəstəlik ola bilər. Yaxınlarınızda xəstəlik ola bilər. Gələcəyə dair düşür. Əgər belə bir şey yoxdursa, ehtiyatlı olun, belə bir şey görünə bilər. Yəni, Allah uzaq eləsin, ölümlə bağlı demirəm. Sadəcə bir xəstəlik ola bilər ailənizdə. Bu da sizi bilinçaltı çox qorxuda bilər. Amma narahat olmayın, düzələcək. Çünki çox düşünürsünüz bu barədə sanki. Ya bəzilərinizin ailəsində artıq var bu. Bəzilərinizdə əgər yoxdursa, gələcəyə düşür. Gələcək dediyim, yəni üçlü bir zaman. Bu həftəyə baxırıq. Üçüncü gün ola bilər, ayın 3-ü ola bilər ki, biraz yüngül ailədə xəstəlik ola bilər. Nəsə bir bilinçaltı qorxu görürəm də sizdə. Belə bir şey ola bilər. Bəzilərinizin həyatında yeni bir aşk hekayələri ola bilər, sevgi hekayələri ola bilər. Bəzilərinizdə keçmişdən qayıdan bir insan ola bilər həyatınızda. Əgər sevdiyiniz insanla küsmüsünüzsə, barışıq ola bilər. Barışıq. Üçlü bir zamanda, ayın 3-ü və yaxud da üçüncü gün üz-üzə gələ bilərsiniz bu insana. Sizə qarşı addım atacaq elə bir bu insan. Bəzi də gözlədiyiniz bir şeylər var bu insandan. Onu ala bilərsiniz həmin adamdan. Tutaq ki, barışıq gözləyirsiniz. Gözləntidəsiz çünki barışıq gözləyirsiniz, bunu ala bilərsiniz. O insan sizə qarşı addım ata bilər. Addımını da görürəm. Birli bir zamanda addım, üçlü bir zamanda isə üz-üzə gələ bilərsiniz bu insanı. Ya hardasa görə bilərsiniz, o insan sizin qarşınıza çıxa bilər. Və yaxud da görüş təşkil edə bilərsiniz. Əgər küsmüsünüzsə, bir yerdəsinizsə, fərqi yoxdur. Əgər bir yerdəsinizsə, barışığı almırsınız, çünki zaten bir yerdəsiniz. Üçlü bir zamanda bu insanla görüşünüz çıxır. İşdən təklif gözləyənlər, iş yerindən dəyişim gözləyənlər. İş kartı çıxır və dəyişiklik olacaq. Əgər belə bir şey gözləyirsinizsə, yenə deyirəm, gözləntidə görürəm mən sizi. Belə bir şey ola bilər. Üçlü bir zamanda dəyişiklik ola bilər. Bəziləriniz əgər biznesiniz varsa, elə deyim ki, çox düşünürsünüz bu barədə. Uğurlu da çıxır, yəni mən burada pis bir şey görmürəm. Gələcəyə dair planlarınız varsa, yenə deyirəm, bu həftəlik açılımdır. Misal üçün, bunu bazar günü izləyirsiniz, gələcək olaraq ayın 3-ü və yaxud da ki, 3-cü gün qəbul edirsiniz. Gələcəyə dair məsəl planlarınız varsa, uğurlu da çıxır. İmtahan verənlərimiz varsa, işdən ola bilər.
yaxşı çıxır. Mən sadəcə olaraq birinci variantı nə görürəm? Bilinçaltı qorxularınız çoxdur. Əgər ailəli olanlarımız varsa və yaxud da ki, ailəsində problemlər olanlar varsa, biraz sizi bilinçaltı qorxuda görürəm mən. Amma narahat olmayın. Heç də biraz bilirsiniz necə duyğusal bir insan olduğunuz üçün hər bir şeyi ürəyinizə salırsınız. Bunu da eləməyin. Sadəcə mən sizi qorxu içərisində görürəm. Bunu eləməyin. Yəni bu keçib gedən bir şeylərdir. Çünki mən burada qaranlıq və yaxud da ki, ciddi bir şey görmürəm. Keçirik ikinci variantı seçənlərə. Baxaq görək sizin həyatınızda bir həftəlik bir müddətdə nə olacaq? Aha. Burada mən işdən, həyatından bezən bir insan görürəm. Çox baxımlı, qəşəng xanım ola bilərsiniz, amma yorulmusunuz sanki. İşləyənlərimiz varsa, sanki işdən yorulmusunuz və yaxud da ki, həyatınızdan yorulmusunuz. Biraz problem yaşaya bilərsiniz. Əgər həyatınızdakı insan varsa, siz burada özə cüt çıxırsınız. Bir-birinizə tamamlayan insanlarsınız. Ola bilsin bəziləriniz çünki burada qəlb qırıqlığı görürəm və yaxud da ki, belə bir şey yoxdursa, aranızda üçüncü bir şəxs görürəm. Bu insan sizi izləyir, güdür, izləyir. Üz-üzə gəlmək istəyir sizlə. Siz onun üçün çox qəşəng bir xanımsınız, bunu deyə bilərəm ümumilikdə. Amma belə götürəndə nə çıxır? Bunu izah eləyək. Sanki işdən yorulmusunuz. Yorğunluq görürəm sizdə. Və yaxud da ki, bəziləriniz ola bilsin ki, yaxın bir insanınızın sizə qarşı düzgün hərəkətini görməyə bilərsiniz. Bu sevdiyiniz insan da ola bilər, iş yoldaşınız da ola bilər, fərqi yoxdur. Çünki arxadan bir zərbə kimi bir şey görürəm. Məsələn, xəyal qırıqlığına düşə bilərsiniz, gözləmədiyiniz bir insandan bir hərəkət görə bilərsiniz. Bəzilərinizdə burada mən sizi pul yığan yerdə görürəm və yaxud da ki, nəsə almaq istəyirsiniz. Onun üçün pul yığa bilərsiniz və yaxud da ki, nəsə birikim eləyə bilərsiniz ki, bu şeyə ala bilərsiniz. Sizi mən bacarıqlı insan görürəm. Yəni, bu həyatınızda olan insan da çox güman ki, ya küsmüsünüzsə, görün barışıq addımları görürəm sizə. Təəssüflər olsun ki, barışıq addımları görmürəm, amma bu insan sizi ümumiyyətlə izləyir, yəni buraxmayır, izləyir sizi. Ya hardansa görür, ya bir yerdə işləyirsiniz, ola bilər. Bəzilərinizdə çünki iş yeri kartı ilə yan-yana gəlir. Bəzilərinizdə ola bilsin işləyirsiniz. Bəziləriniz bəlkə oxuyursunuz bu insanla bir yerdə və yaxud da qonşusunuz. O, bu da ola bilər. Sizi izləyir, görür, amma ola bilsin ki, bəziləriniz çox pis bir formada incimisiniz bu insandan. Addım görmürəm, təəssüflər olsun. Peşmançılıq da görmürəm, əgər bunu bilmək istəyirsinizsə. Sadəcə olaraq adam sizi izləyir, addım yoxdur, bəlkə də bu həftədən sonra ola bilər. İşdən bir təklif gözləyənlərimiz varsa, iş yeri kartı gəlir zaten sizə. Mən sizi işləyən bir yerdə görürəm. Əgər işləməyənlər varsa, sizə dövlət işindən bir iş çıxa bilər, amma alınmasını görmürəm, təəssüf olsun. Yəni, çıxacaq sizin həyatınıza bu iş yeri, amma alınmasını görmürəm. Ola bilsin, gedərsiniz, bir gün, 2 gün işləyərsiniz, amma mən sizi burada daimi görə bilmirəm. Bəzilərinizin gələcəklə bağlı planlarınız var. Bəlkə də bunu həyata keçirmək istəyirsiniz. Əslində çox bacarıqlı bir insansınız. Yəni, bunu eləyə biləcək potensialdasınız. Amma bu həftə ərzində bunu həyata keçirməməyiniz daha yaxşıdır. Çünki bu kart həm biz işə baxdığımız üçün, həm sevgi həyatına baxdığımız üçün bəzi zərbələr ala bilərsiniz. Ona görə əgər planlarınız varsa və yaxud da ki, səyahətə getmək istəyirsinizsə, istirahətə getmək istəyirsinizsə, bunu biraz saxlayın. Məsələn, bu həftə ərzində eləməyin də, gələn həftə ərzində eləyə bilərsiniz. Çünki biraz ola bilsin ki, ya məyusluq deyim, ya xəyal qırıqlığı deyim, ya alınmayan bir iş kimi ola bilər. Nəsə harasa gedirsinizsə, bu olmaya bilər, belə bir şeylər olar. Ona görə bu həftə ərzində saxlayırsınız bunu. Təkrar eləyirəm, sevdiyiniz insan varsa, addım, bilirsiniz necə düşünür, əslində addım da atar. Amma adam sizi izləyir, güdür.
Əslində bu dəqiqədə addım ata bilər. Prosta bəzi şeylər var ki, ola bilsin onu gözləyir. Amma tam olaraq hazırdır. Bu kart onu göstərir ki, bu insan addım atmağa hazırdır. Atar da yəni bu dəqiqədə. Sadəcə olaraq ya sizi güdür bu insan. Yəni ehtiyatlı olun, bu insan sizi izləyir, güdür və tamamilə sizi həyatından çıxartmayıb. İzləyir, bəzi şeyləri görmək istəyir. İkinci variant da belə getdi. Baxaq, üçüncü variantı seçənlər. Görək sizi nə gözləyir. Sevdiyiniz insanın gözündə çox qəşəng bir xanımsınız, çox doğma bir xanımsınız ona, çox necə deyim, həm görsəl olaraq, həm xarici olaraq, həm daxili olaraq, həm fərqi yoxdur. Onun üçün çox gözəl bir xanımsınız, özünüzə də baxan bir xanımsınız. Amma görürsünüz siz burada cüt çıxırsınız. Bu nə deməkdir? Yəni ki, o egoist bir tipdədirsə, siz də eləsiniz. Yəni sözümdən inciməyin. Siz bir-birinizlə baş-başa gəlirsiniz. Yəni nə sözünüzdən yemirsiniz, qabağınızdan yemirsiniz. O insan sözünüz sizə bir deyirsə, siz də iki qaytarırsınız. Siz də burada cüt kimi çıxmısınız. Amma burada daha çox belə keçi tipdə insan olur. Bildiniz necə? Yəni ki, o mənə deyir, mən onun sözü ilə oturum durum, elə bir şeylər yoxdur. Ehtiyatlı olun, burada bəzilərinizin sözü səhv gələ bilər, dalaşa bilərsiniz. Bəzi münasibətinizdə biraz əmək verilməyib sanki. Yəni istədiyiniz tutaq ki, ona qarşı sevgi, diqqət, qayğı vermişsinizsə, onun qarşılığını ala bilməmişsiniz. O insan sizi çox qısqanır. Çox əsəbi xarakterli bir insandır. Yəni çox qısqanır, sanki düşünür ki, siz başqası ilə danışa bilərsiniz. Fikirləşir ki, siz onun həyatında və yaxud o sizin həyatınızda olmayanda siz başqa bir insanla danışa bilərsiniz. Çünki sizi gözəl bir xanım kimi görür və onun həyatında olmadığınız təqdirdə sizin həyatınıza başqa insanlar girə bilər. Belə bir düşüncəsi var. Və bu insan beynində bunu qurur və buna başlayır inanmağa. Belə xarakterli bir insandır. Bəziləri ola bilsin ki, ya işləyir bu insan, ya da ki özünü çox sanki varlı bir insan kimi və yaxud da ki kibirli deyim də, belə bir insan kimi görür. Sanki yorulmusunuz münasibətlə, bezmişsiniz. Ümumilikdə belə dedik, indi isə açaq birazdan. Sevdiyiniz bir insanla, əgər bir yerdəsinizsə, ehtiyatlı olun, dalaşa bilərsiniz. Çünki ya ola bilsin qısqanclıq ola bilər aranızda, o sizi və yaxud da ki siz onu qısqana bilərsiniz, bir-birinizə anlamaya bilərsiniz. Danışmayanlar varsa, küslü olanlar varsa, birli bir zamanda bu insanın addımı olacaq və ola bilsin ki, sizə gəlib deyəcək ki, mən artıq bu münasibət üçün əmək vermək istəyirəm, özümü göstərmək istəyirəm, bir şeylər eləmək istəyirəm. Qısqanc bir insan da sizi güdür, sizi görür. Yəni, sizin yanınızda kimsə olsa, hətta onu öldürə də bilər. Belə tipdə bir insandır. Yenə deyirəm, danışmayanlarımız varsa, birli bir zamanda bu insanın sizə birinci gün ola bilər, ayın biri ola bilər ki, bu insan sizə addım atacaq. İşdən təklif gözləyənlərimiz varsa, mən burada işdən çox sizin alacağınız bir şey var. Onu alacağı görürəm. Yəni, ola bilsin kimsə sizə borc verməlidir, onu alacaqsınız. Gözləmədiyimiz bir anda olacaq. Sanki bu puldan əlinizi üzmüsünüz, bu insan sizə gətirib pul verəcək. Yəni, gözləmədiyiniz bir anda pul gələ bilər sizə. Bir bəydən ola bilər, xanımdan ola bilər, fərqi yoxdur. Tarotda cinsiyyət yoxdur, bunu deyə bilərəm. İşdən təklif gözləyənlərimiz varsa, burada belə bir sizə şey deyə bilir. Görüm, iş təklifi. Sanki sizə bir insan köməklik eləyəcək. İşə girməyinizlə bağlı. Alınacaq, olacaq, girəcəksiniz, amma ürəyinizcə olmayacaq ola bilsin. Çünki biraz elə bir ki, nəsə sizin də mən qorxularınız, bu bilinçaltı qorxu deyil. Nəysə görə, ya yenidən işə başlamağa mı qorxursunuz, ya kollektivdən mi qorxursunuz, ola bilsin təzə işdən çıxmısınız, yeni bir iş gözləyirsiniz, biraz qorxularınız var ki, o işdə necə olacaq, və yaxud da ki, dəyişikliyi olanlar varsa, iş dəyişikliyi olanlarınız varsa, biraz ondan qorxursunuz ki, kollektiv necə olacaq, biraz qorxuram, sanki sizdən üstün bir insanlar var iş yerinizdə də, onlardan çəkinirsiniz, belə bir şey, əgər işləyənlərimiz varsa. Biraz ondan qorxursunuz, amma qorxmağa heç bir əsas yoxdur. Siz zaten
sözünü deyən, yəni sözündən yeməyən, qabağından yeməyən bir insansınız. Belə deyərdim. Yəni burada da qorxu heç bir əsas yoxdur. Üçüncü variant da belə getdim. İzlədiyiniz üçün hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Yorumlarda özünüzü göstərin, xahiş edirəm. Sizi nə qədər çox istədiyimi bilirsiniz yəqin ki. Yaxşı ki varsınız, öpürəm sizi.